Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina ve habibina ve kudvetina ve seyyidina Muhammed ibn Abdillah ve ala alihi ve ashabihi ve men tebi'ahu bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Möhtərəm və əziz mömin qardaşlarım, dərsimiz Allah-u Teala'nın izni ilə İmam-ı Nəvavinin 40 hədis kitabından davam edir. Bugün Allah-u Teala'nın izni ilə İmam-ı Nəvavinin topladığı 40 hədis adlı kitabında 22-ci nömrəli hədisin şərhinə toxunmaqdayıq. Bu hədis, möhtərəm qardaşlar, çox mühüm hədislərdən biridir. İçində böyük mənalar əhatə edən, şamil edən hədislərdən biridir. Hədis kitablarında özəlliklə bu hədisə böyük yer verilməkdədir. İslamın dirəyi olan, İslamın şərtləri olan məsələlərə toxunduğuna görə. Bu hədis, möhtərəm qardaşlar, ərəbcəsi belədir. An Cabir ibn Abdillah radiyallahu anhuma enne raculan səələ Rasulallahi sallallahu aleyhi və səlləmə fəqal Ərəəytə izə sallaytul məktubat və sumtu Ramadan və əhlaltul halalə və harramtul haram وَلَمْ أَزِدْ عَلَى ذَٰلِكَ شَيْئًا أَأَدْخُلُ الْجَنَّةِ قَالَ نَعَمْ Ravahu Muslim. Əbu Abdillah Cabir ibn Abdillah radiyallahu anhuma rivayet edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu. Ya Rasulallah, fərz olan namazları qılsam, Ramazan ayının orucunu tutsam, halalı halal, haramı da haram etsəm və yaxud bilsəm, bunlara riayət əməl edib və bunlara heç bir şey əlavə etməsəm, cənnətə girərəmmi? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Cavab olaraq, bəli. Yəni, bəli, sən bunları etsən, cənnətə girəcəksən. Möhtərəm və əziz möminlər, bu hədisi İmam Muslim rivayət etmişdir. Bu hədisin sihhətində, sağlamlığında heç bir şək şübhə yoxdur. Nəyə görə yoxdur, möhtərəm qardaşlar? Çünki əhl-i sünnə vəl cəmaə ittifaq edib ki, Allah-u Teala'nın kitabından sonra, Quran-ı Kərimdən sonra ən səhih, ən doğru kitab İmam Buxarinin kitabıdır. Və sonra İmam Muslimin kitabıdır. Bunlar cəm etdikləri hədislər ən səhih hədislərdir. Necə ki, özləri kitablarının əvvəlində, müqəddimələrində qeyd ediblər ki, bu kitabın 2 vərəyi arasında toplanan bu hədislər səhih hədislərdən ibarətdir. İmam Buxari minlərlə, həmçinin İmam Muslim minlərlə şəkk etdikləri sihhətində, sağlamlığında hədisləri tərk etmişlərdir. Hansı hədisləri yəqinlə, qəti şəkildə sağlamlığını biliblər, ancaq o hədisləri toplayıblar. Ona görə İmam Muslimin rivayət etdiyi hədislərdən biridir bu. Cabir ibn Abdillah radiyallahu anhuma həm atası sahabə olur, həm də özü. Ona görə deyirik ki, Allah onların hər ikisindən də razı olsun. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve səlləmin yanına bir nəfər gəldi. Hədisə diqqət yetirsək, o sahabənin gələn insanın adı qeyd olunmur. Bilmirik kim gəldi. Ona görə elm əhli deyir ki,
madəm ki, nə qədər ki, sahabələr o gələnin adını deməyiblər, bizlər də ona görə o adam kim olub deyə onun haqqında axtarmağımızda və axtarıb yorulmağımızda fayda yoxdur. Nə də gərək yoxdur ki, kim gəldiyini axtarıq öyrənək. Çünki nə onu bilməmiz elm deyil, nə onu bilməməmiz cahillik deyil. Ona görə elm əhli deyir ki, madəm ki, hədisdə o sahabənin kim gəldiyi, o gələn sahabənin kim olduğu gəlməyib, biz o barədə axtarmırıq. Nəyə görə? Çünki bizə lazım olan hökmdür. Hədisdə gələn irşad, yönəltmək və hədisin əhatə etdiyi mənalardır. Amma kim soruşub, kimə deyilib, bu bizim üçün o qədər önəmli deyil. Ona görə elm əhli bunun kim olduğu barəsində geniş axtarışlar etməyiblər. Və biz də ona görə axtarmadıq ki, görən bu sahabə kim olub. Çünki bu hədisin şərhlərinə qayıtdıqda, baxdım ki, elm əhli bu sözü təkrar bir neçə yerlərdə deməkdədir. Bunlardan biri Şeyx İbn Ütheymin bu hədisin şərhində bu dediyim sözü zikr eləyir. Deməli, möhtərəm qardaşlar, hədisin ilk cümləsində belə gəlir, 21-ci hədisdə olan üslubda Peyğəmbər s.ə.v gəlir, vəsfi ilə soruşur. Deyir, ya Rasulallah, ey Allahın elçisi, ey Allahın Peyğəmbəri. Deyir, mən fərz olan namazları, İslamın neçə dirəyi var, möhtərəm qardaşlar? İslamın neçə şərti var? 5 dənə. Birincisi nədir? Kəlmə şəhadət. İkincisi nədir? Namaz qılmaq. Üçüncüsü, oruç tutmaq. Dördüncüsü, zəkat vermək. Beşincisi isə həcə getmək. Bu hədisdə isə bunlardan üçü gəlir sadəcə. Namaz qılmaq, bu hədisdə sadəcə ikisi gəlir. Namaz qılmaq və oruc tutmaq. Bir də halalı halal etmək, haramı haram etmək. İnşallah hədisin şərh əsnasında biz toxunacağıq. Nəyə görə hədisin başqa, İslamın başqa şərtləri bu hədisdə gəlməyib. Biz qayıdırıq hədisin əvvəlinə, sahabə deyir ki, ya Rasulallah, ey Allahın Rasulü, ey Allahın Peyğəmbəri, əgər mən fərz olan namazları qılsam, burada dayanaq möhtərəm qardaşlar. Bu nöqtədə namaz haqqında söhbət etmək istəyirəm. Namaz məsələsinə toxunmaq istəyirəm. Burada qəsd olunan təbii ki, Allahın vacib etdiyi fərz namazlardır. Deyir ki, əgər mən fərz olunan namazları qılsam, neçə dəfə gündə namaz qılmaq vacibdir? 5 dəfə. Allah-u Teala Nisa surəsinin 103-cü ayəsində buyurur. İnne's-salate kânet alel-mu'minîne kitâben mevqûtâ. Həqiqətən namaz möminlərə müəyyən vaxtlarda fərz olundu. Sən səhər namazından sonra başqa namazları da hamısını ona cəm eləyib deyə bilərsən ki, mən bugünün namazlarını əda etdim, deyə bilməzsən. Çünki Allah-u Teala buna izin vermir. Allah-u Teala deyir ki, həqiqətən möminlərə namazlar və yaxud namaz müəyyən vaxtlarda fərz olundu. Kim günorta namazını öz vaxtından tez qılarsa, qıldığı namaz batildir. Çünki Allah-u Teala onu günortanın vaxtında vacib eləyib. Ondan öncə vacib olmur. Ona görə kim günorta namazından öncə vəfat eləyərsə, kim günorta namazından öncə, misal saat 1-də, günorta namazıdır. Bir insan saat 11-də İslam'a gəldi, saat 12-də dünyasını dəyişdi. O insan namaz qılmamış, İslam'a girdikdən sonra dünyasını dəyişir. O insan cənnət əhlidir. Hətta namaz qılmamış olsa belə. Çünki o namazın vacib vaxtına çatmamış olur. O qılsa, İslam'a gələnlə bir, həmin gün orta namazını indi qılıram desə, Allah ondan qəbul etməyəcəkdi onu. Çünki Allah Teala o namazı müəyyən vaxtda vacib edib. Ona görə sahabələrdən olub möhtərəm qardaşlar. İman gətiriblər və cənnət əhli olublar, heç namaz qılmayıblar. Nətər olub? 2 namaz arasında iman gətiriblər, sonra Allah yolunda şəhid olublar, o birisi namazın vaxtı gələnə kimi. Peyğəmbər s.ə.v müjdələyib onlar deyib, onlar cənnətə gedəcək. Deməli, möhtərəm qardaşlar, hər namazın öz vaxtı var. Hər namazın öz vaxtı var.
Ona görə sahabə nə deyir? Əgər mən fərz olan namazları qılsam, nə tər qılsam? Yəni öz vaxtlarında. Möhtərəm qardaşlar, namaz İslam dininin dirəyidir. Və əməllərdən insanın axirətə qovuşduqda ilk soruşulacağı əməldir. Kim namazı zayi edərsə, onun başqa əməllərindən soruşulmaz, necə ki, hədisdə gəlmişdir. Kimin namazı olmazsa başqa əməllərindən Allah Teala soruşmaz. Zəkat vermişsən, həccə getmişsən, oruç tutma və s. kimi. Çünki möhtərəm qardaşlar, Allah Teala namazı Quran-ı Kərimdə neçə yerdə xüsusiləşdirir başqa ibadətlərdən. Peyğəmbər sallallahu əleyhi və səlləm hətta ölüm ayağında belə. Möhtərəm qardaşlar, baxın. Dinimizdə fərzlər, vaciblər çoxdur. Namazın önəmiyyətini və əhəmmiyyətini və əzəmətini Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə hətta ölüm ayağında belə xatırladır. Ölüm anında, bu dünyadan köçməzdən bir az öncə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Əs-salatu, əs-salatu və mə mələkat eymanukum." Namazlarınızı qoruyun, namazlarınızı qoruyun, əlinizin altındakı yazıqlara, fağırlara, yetimlərə diqqət yetirin. Niyə möhtərəm qardaşlar? Peyğəmbər s.ə.v başqa əməlləri niyə tövsiyə eləmədi? Çünki namaz, möhtərəm qardaşlar, ən əzəmətli ibadətlərdəndir. Ona görə Peyğəmbər s.ə.v deyir ki, bu dünyadan mənə salih qadın və gözəl ətir sevdirildi və namaz isə mənim gözlüyüm ışığı oldu. Gözlüyün bəbəyi kimi namazını qorumalısan. Necə gözünü qoruyursan ki, bir şey düşüb gözünə əziyyət verməsin, gözünü kör etməsin, gözünü zayi etməsin, ondan daha şiddətli şəkildə namazlarını qorumalısan vaxtında qılmağa. Namazı gəh qılıb, gəh qılmamaq, namazı səhlənkarlıq etmək, möhtərəm qardaşlar, nifaqın əlamətlərindəndir. Elm əhli gətirir ki, namazı gəh qılıb, gəh qılmamaq və yaxud namaz məsələsində səhlənkarlıq nifaqın əlamətlərindəndir. Nəyə görə? Allah-u Teala Quran-ı Kərimdə, möhtərəm qardaşlar, bunu Nisa surəsində bizlərə açıqlayır. Münafiqlərin sifətini bəyan elədiyi bir yerdə. Nədir o, möhtərəm qardaşlar? Allah-u Teala deyir: وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَى يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا. Deyir, münafiqlər namaza qalıqdıqda, namaz vaxtı olduqda, deyir, onlar səhlənkarlıqla namaza yaxınlaşarlardı. Və namazlarında ikiyüzlülük edərlərdi. Yuraunən nəs. İnsanlar onları görsün deyə namaz qılarlardı. Və yaxud da özlərini namaz qıldıqda huşulu, imanlı kimi göstərməyə çalışarlardı. Allah-u Teala buyurur: وَلَا يَذْكُرُونَ اللّٰهَ إِلَّا قَلِيلًا. Və onlar Allah'ı çox az zikir edər. Bu ayətdən onu başa düşürük ki, möhtərəm qardaşlar, namazda səhlənkarlıq etmək, namazda oynamaq, namaza əhəmiyyət, önəm, namaza xüsusi şəkildə yanaşmamaq, vaxtında qılmağa, bunların hamısı münafiqlərin sifətlərindəndir. Bunların hamısı nifaqın əlamətlərindəndir. Ona görə Allah-u Teala münafiqləri namazda səhlənkarlığı ilə vəsf edir. Bunun əksi isə möminlərin sifətidir. Onlar namazda səhlənkarlıq etməmələri, namazlarını vaxtında qılmaları. Baxın, hətta sahabələrin, möhtərəm qardaşlar, namazda sıx çiyin-çiyinə, topuq-topuğa durub namazı gözəl şəkildə əda etməyi, Peyğəmbər s.ə.v xəstəliyinin şiddətinə baxmayaraq, bunu gördükdə Peyğəmbər s.ə.v sevindirir. Peyğəmbər s.ə.v ölümündən qabaq biraz xəstəliyi özündə yüngüllük hiss edir, ağrının azaldığını hiss edir. Və Əliyə deyir ki, Əli radiyallahu anhuya deyir ki, gəl mənə kömək ilə gedim sahabələrimi görüm. Çünki Ayşə radiyallahu anhə namaz vaxtı gəlib çatdı, deyir ki, ya Rasulallah, sahabələr hamısı səni gözləyir, çıx namaz qıldır. Peyğəmbər s.ə.v evi ilə məscidin arasında sadəcə bir pərdə olur. Deyir, pərdəni aralayın, baxım. Sahabələri görmək istəyir Peyğəmbər s.ə.v. Ayşə radiyallahu anhə gəlir, deyir, ya Rasulallah, sahabələr səni gözləyir. Peyğəmbər s.ə.v deyir ki, gedin Əbu Bakr'a deyin, onlara namaz qıldırsın. Əbu Bakr bacarmır. Çünki Peyğəmbər s.ə.v həyatdadır.
Peyğəmbər s.ə.v yaşayır, Peyğəmbər s.ə.v ruhu ağzındadır. Özünə sığışdıra bilmir ki, Peyğəmbər s.ə.v həyatda ikən gedib sahabələr namaz qıldırsın. Sahabələrin də buna taqat yox idi, möhtərəm qardaşlar. Daima Peyğəmbər s.ə.v arxasında namaz qılan sahabələr, Peyğəmbər həyatda ikən başqasının arxasında namaz qılmağı özlərinə sığışdıra bilmirlərdi. Təbii ki, o mənada ki, yəni onlara ağır olurdu ki, nəyə görə Peyğəmbər s.ə.v bunlara qıldırmır, əziyyət çəkirlərdi. 3 dəfə Peyğəmbər s.ə.v əmr eləyir ki, Əbu Bakır qıldırsın, lakin Əbu Bakır dözə bilmir. Dözə bilmir və nəhayət məcburən qıldırmaq zorunda qalır. Burada gəlir möhtərəm qardaşlar, bu hadisədə Peyğəmbər s.ə.v 2 sahabənin çiynində yaxınlaşdırılır. Xəstələnir Peyğəmbər s.ə.v, hətta o ağrının şiddətindən ayaq üstə qalxa bilmir. 2 sahabənin çiynindən tutaraq sahabələr Peyğəmbər s.ə.v-i hər ikisi götürürlər, məscidə yaxınlaşdırırlar və Peyğəmbər s.ə.v xəstəliyini, şiddətliyinə baxmayaraq sahabələri topuq-topuğa, çiyin-çiyinə namazda bir qoşun komandirin qabağında duran kimi cərgə-cərgə durduqlarını gördükdə ağırlarını unudur Peyğəmbər s.ə.v və gülür, təbəssüm eləyir və sevinir möhtərəm qardaşlar. Ona görə Peyğəmbərin bizə hətta son nəfəsində etdiyi bu tövsiyəni möhtərəm qardaşlar, biz mütləq və mütləq gözəl şəkildə yerinə yetirməliyik. Mütləq və mütləq. Əgər bu mühim olmasaydı möhtərəm qardaşlar, Peyğəmbər s.ə.v bunu bizə təkrar deməzdi. Siz bilirsiniz, namaz məsələsi möhtərəm qardaşlar, Sələf-ü Salih tərəfindən səhlənkar şəkildə yanaşılan məsələlərdən deyil. Hətta elm əhlində güclü ixtilaf var. Elm əhlinin arasında birincisi ixtilaf yoxdur ki, kim namazı bilərəkdən tərk eləyərsə, namazın vacibliyinin boş şey olduğunu deyərsə, əhl-i sünnə vəl cəmaa və bütün müsəlmanlar ixtilaf eləmir ki, o insan kafirdir. O insanın heç bir ibadəti Allah əndində, Allah qatında qəbul deyil. Və o insan nə cənnətə girməyəcək, nə də cəhənnəmdən heç vaxt çıxmayacaq. Kim əgər deyərsə ki, namaz boş şeydir. Buna baxmayaraq möhtərəm qardaşlar, namazın vacibliyini iqrar edən, namazın vacib olduğunu deyən və sonra səhlənkarlıq və iman zəifliyi ucbatından namazı tərk edənlər haqqında bilirsiniz, əhl-i sünnə vəl cəmaa ittifaq edib. Onu kafir görən də, onu fasıq görənlər də olub. Bu məsələyi dərin, geniş şəkildə bu dərsdə təfsilat etmək istəmirəm. Nəyə görə? Çünki gələcək növbəti hədislərdə bu barədə inşallah geniş təfsilat verəcəm və elm əhlinin bu barədə nə idi və doğrusu nədir, nəyə etiqad edirəm, onları da sizlərə xatırladacağım. Lakin burada da ona işarət etmək istəyirəm ki, nə olursa olsun, istər elm əhli fasıq görsün, istər bəzilər kafir görsün, burada önəmli olan odur ki, namazı tərk eləmək çox təhlükəli məsələdir. Namazı tərk eləmək, adam öldürmək, zina eləmək, içki içməkdən daha böyükdür günahı. Kim bir namazı tərk eləyərsə, o insan ən böyük günahlardan böyüyünü etmiş olur möhtərəm qardaşlar. Namazı tərk edən insan, bir namazı tərk etməyin günahı adam öldürməkdən, zina etməkdən, oğurluq etməkdən və bütün şirkdən əlavə, bütün münkər əməllərdən günahı daha böyükdür. Ona görə müminin buna taqəti olmamalıdır namazı tərk eləsin. Nəyin ki tərk eləsin, mümin əsla namaza səhlənkar şəkildə yanaşmamalıdır. Çünki bu bizim dinimizin dirəyidir. Nə zaman biz bunu zayi etsək, o zaman üzərində qurduğumuz şey uçub başımıza tökülər. Möhtərəm və əziz qardaşlar, Sələf-ü Salih namaz məsələsinə çox diqqət yetiriblər. Həmçinin mələklərin ibadətlərinə baxsaq, kimisi rükuda, kimisi səcdədə, kimisi qiyamda Allah-u Teala'nı gecə-gündüz zikr edirlər. Və həmçinin Allahın salih bəndələrinə baxsaq, görərik ki, onlar da bütün vaxtlarını ibadətdə keçirməyə çalışırlar. Çünki möhtərəm qardaşlar, namaz əsla möminlərin namaz ibadətini yerinə yetirmək, əsla möminlərin Allahdan qorxan insanların sifətidir. Namaz həmçinin elə bir böyük ibadətdir ki,
onu gözəl şəkildə əda edən insan paklaşır tamamilə. Gözəl şəkildə əda edən insan namazı necə lazımdır? Paklaşır tamamilə. Hətta elm əhlinin bir toplumu deyir ki, hətta lazımı şəkildə namaz qılmaq böyük günahları da bağışlayır. Çünki elm əhlinin arasında ixtilaf var. Ki, əməllər böyük günahları bağışlayır, yoxsa kiçik günahları. Elm əhlinin çoxu deyir ki, böyük günahlarını mütləq tövbə etməlisən, xüsusi özəl şəkildə. Əməllər isə ancaq kiçik günahları bağışlayır. Əməllərdə Peyğəmbər s.ə.v gəlir ki, kim bu əməli edərsə onun günahları bağışlanar. Deyir, burada nəzərdə tutulan kiçik günahlardır. Amma elm əhlindən bir toplumu da deyir ki, xeyr, əməllər böyük günahları da bağışlaya bilər. Bunlardan biri də namaz. Kim namazı lazımı şəkildə, şəriətdə ondan tələb olunan bir şəkildə, gözəl şəkildə əda edərsə, Allah-u Teala onun böyük günahlarını da bağışlayar. Namaz məsələsi, möhtərəm qardaşlar, çox mühüm məsələlərdən biridir. Peyğəmbər s.ə.v bəzi hədislərində namazı qılmağın onunla Firdavs cənnətində bir olmağı ilə yanaşı gətirir. Sahabələrdən biri gəlib deyir ki, ya Rasulallah, bir sahabə bir ehtiyacını gedərəndən sonra Peyğəmbər s.ə.v ona gəlib yaxınlaşır, deyir ki, nə istəyirsən? Yəni, ey sahabə, ürəyindən bir şey keçirsə istəmək, mənə de, mən Allaha dua eləyim, Allah onu sana nəsib eləsin. Çünki Peyğəmbər s.ə.v möhtərəm qardaşlar duası qəbul olunurdu. Nə dua etsə, Peyğəmbər s.ə.v duası qəbul olunurdu. Sahabə deyir ki, ya Rasulallah, səninlə cənnətdə bir yerdə olmaq istəyirəm. Onu maraqlandıran bu idi sahabəni. Başqa şey maraqlandırmırdı. Demədi, ya Rasulallah, mənə mal ver. Ya Rasulallah, Allaha dua elə mənə mal versin. Ya Rasulallah, dünya versin, sağlamlıq versin və s. kimi dünya neymətləri. Sahabənin möhtərəm qardaşlar, baxın, anında cavab verir, düşünmədən. Deyir ki, ya Rasulallah, Allahdan istə ki, mənə nəsib eləsin, sənlə cənnətdə bir yerdə olun. Peyğəmbər s.ə.v qəbul eləyir bunu. Və deyir ki, əlavə nə istəyirsən? Deyir, ya Rasulallah, bundan başqa heç nə istəmirəm. Peyğəmbər s.ə.v deyir, yenə nə istəyirsən? Deyir, ya Rasulallah, ancaq onu istəyirəm. Səninlə cənnətdə bir yerdə olmaq istəyirəm. Peyğəmbər s.ə.v deyir, onda o zaman özünə yardım elə çox səcdə etməyə. Çox səcdə elə. Yəni ki, namazlar qıl, çoxlu ibadət et, çoxlu namaz qıl. Elm əhli belə izah edir bu hadisin şərhini. Çoxlu namaz qıl. Mənasıdır ki, möhtərəm qardaşlar, çoxlu ibadət əhli olsan, çoxlu namaz qılsan, onda cənnətdə Allah-u Teala səni mənimlə bərabər eləyəcək. Başqa bir əməllərdə də möhtərəm qardaşlar, Peyğəmbər s.ə.v deyir, Ənə və kəfilül yetimi kəhəteyni fil cənnət. Deyir ki, mənlə yetim saxlayan insan cənnətdə bərabər olacaq. Və barbağını bir-birinə, orta barbağı ilə şəhadət barbağını bir-birinə yapışdıraraq, sahabələrə bu şəkildə qaldıraraq göstərir. Yəni, bu barmaqla bu barmağın arasında olan nə fərq varsa, Peyğəmbər s.ə.v onun arasında o fərq olacaq. Və yaxud da bu cür, yaxın-yaxına bitəşik qonşu olacaqlar cənnətdə. Ona görə, möhtərəm qardaşlar, bəzi əməlləri Peyğəmbər s.ə.v əməl sahiblərinin müjdəli əməl sahiblərinin əməllərinin müqabilini cənnətdə nə olacağını bildirib. Onlardan biri də bundan öncə sizlərə xatırlatdığım hədis, hansı ki Peyğəmbər s.ə.v sahabəni yönəldir ki, bəli, sən cənnətdə mənimlə olacaqsan, lakin bunun səbəbi var, o da nədir? Namazlar qıl, çoxlu səcdələr elə. Ona görə möhtərəm qardaşlar, elm əhli bu hədisdən fayda çıxardaraq deyir ki, namaz insanın cənnətə girməsinə səbəb olan ən böyük əməllərdən biridir. Ona görə kəlmə şəhadətdən sonra ilk vacib olan nədir? Namazdır. Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəli Yəmənə dəvətə göndərdikdə deyir ki, sən xristiyan bir toplum, xristiyan bir qovmun yanına gedirsən, onları dəvətə gedirsən. İlk öncə onları çağıracağın şey, dəvət etdiyin şey kəlmə şəhadət olsun. La ilahe illallah Muhammed Rasulullah. 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 La ilahe illallah Muhammed Rasulullah.
onlara başa sal ki Allah-u Teala gün ve gecede onlara 5 vaxt namaz vacib eləyib. Görün möhtərəm qardaşlar. Namaz kəlmə-i şəhadətdən həmən və sonra gəlir. Ara vermədən gəlir. Ona görə möhtərəm qardaşlar, bu böyük ibadəti mütləq və mütləq gözümüzdən daha əziz tutmalıyıq. Bunu geniş şəkildə qorumalıyıq. Namazın fəziləti haqqında, namazı tərk eləyənin təhlükə, namazı tərk eləyənin aqibətinin pis olacağı haqqında çoxlu hədislər gəlib möhtərəm qardaşlar, sünnə kitablarında və başqa əlavə hədis kitablarında. Mən əgər bu hədislərin hamısını və yaxud bir neçəsini sizlərə xatırlatmağa çalışsam, onda o zaman uzun vaxt götürəcək bizdən. Vaxtımız məhduddur, qısadır. Ona görə buna baxmayaq yenə sizlərə bir neçə hədis möhtərəm qardaşlar xatırlatmağa çalışacağım. Bunlardan möhtərəm qardaşlar biri İmam-ı Nəsai'nin, həmçinin İbn Hibbənin və həmçinin İmam Hakim rahiməhullahın Əbu Hureyranın və Əbu Səidin el-Xudri radiyallahu anhun rivayət etdiyi hədislərdə belə gəlir. Peyğəmbər s.ə.v buyurur: "Mə min abdin yusallis salavatul xams və yasumu Ramadan və yuxricuz zəkah və yectenibul kəbairus səbə illə futihat ləhu əbvabul cənnə yədxulu min əyyihə şə thumma tələ in tectenibu kəbairə mə tunhavun anhu nukəffir ankum seyyiatikum." Hədisdə gəldiyi kimi Peyğəmbər s.ə.v buyurur: O qul ki, o kişi ki, o insan ki, Allahın ona vacib etdiyi 5 namazı qılarsa, Ramazan ayının orucunu tutarsa və malının zəkatını verərsə və qadağan olunan böyük günahlardan çəkinərsə, Allahın cənnətlərinin qapısı o insanın üzərinə açılar və hansı qapıdan istəyərsə o qapıdan girər cənnətə. Peyğəmbər s.ə.v bu hədisdən sonra Nisa surəsinin 31-ci ayəsini oxuyur. İn tectenibu kəbairə mə tunhavun anh nukəffir ankum seyyiatikum. Əgər siz qadağan olunduğunuz böyük günahlardan çəkinərsinizsə, sizin günahlarınızı bağışlayarıq. Allah-u Teala buyurur. Görün möhtərəm qardaşlar. Və həmçinin Peyğəmbər s.ə.v başqa bir hədisdə İmam Əhməd ibn Həmbəlin Musnəd kitabında və həmçinin İmam-ı Nəsəinin Sunan kitabında Əbu Əyyub el-Ansari radiyallahu anhdan gələn hədisdə rivayət etdiklərinə görə Peyğəmbər s.ə.v buyurur: Mən abədəllaha la yüşriku bihi və əqaməs salətə və ətəz zəkə və sama Ramazana və ictənəbəl kəbair fələhul cənnə əv dəxaləl cənnə. Möhtərəm və əziz qardaşlar, bu hədisdə həmçinin gəlir Peyğəmbər s.ə.v buyurur: Kim Allaha ibadət edərsə, kim Allah-u Teala'nı ibadətdə təhləyərsə və ona heç bir şey şərik qoşmazsa və namazını əda edərsə, namazını qılarsa və zəkat verərsə, oruç tutarsa və böyük günahlardan çəkilərsə, cənnətə daxil olar, deyir Peyğəmbər s.ə.v. Və yaxud da onun üçün cənnət var, deyir Peyğəmbər s.ə.v. Görün möhtərəm qardaşlar, Peyğəmbər s.ə.v namaz əhlini təkrar hədislərdə, bir çox hədislərdə cənnətlə müjdələyir. Və həmçinin möhtərəm qardaşlar, İmam Buxarinin rivayət etdiyi Əbi Əyyub radiyallahu anhunun hədisində buyurur: Bir kişi ənə rəculən qalə lin-nəbi s.ə.v əxbirni bi'amalin yudxilinil cənnə qalə tə'budullaha la tuşriku bihi şeyə və tuqimus-salah və tu'ti zəkə və tasilur rahim. Bu hədisdə də gəlir Peyğəmbər s.ə.v-in bir kişi yanına gələrək deyir ki, Ya Rasulallah, mənə elə bir əməl haqqında xəbər ver ki, mən onu etməklə cənnətə daxil olum. Peyğəmbər s.ə.v buyurur: Tək Allaha ibadət et. Allahı ibadətlərində təklə, ona heç bir şey şərik qoşma, namazını qılginə, zəkatını verginə və qohum əqraba ipini möhkəmlətginə, qohum əqraba ilə əlaqələri gücləndirginə. Deməli, möhtərəm qardaşlar, Peyğəmbər s.ə.v bu 4 əməli cənnətə girməyin səbəblərindən edib. Allaha ibadət etmək, ona heç bir şey şərik qoşmamaq, namaz qılmaq, zəkat vermək və qohum əqraba iplərini möhkəmləndirmək. Və həmçinin möhtərəm qardaşlar, Buxari Müslimdə Əbu Hureyradan gələn hədisdə buyurur:
أن أعرابيا قال يا رسول الله دلني على عمل إذا عملته دخلت الجنة قال تعبد الله لا تشرك به شيئا وتقيم الصلاة المكتوبة وتؤدي الزكاة المفروضة وتصوم رمضان قال والذي بعثك بالحق لا أزيد على هذا شيئا أبدا ولا أنقص منه فلما ولى قال النبي صلى الله عليه وسلم من سره أن ينظر إلى رجل من أهل الجنة فلينظر إلى هذا. Bu hadisi möhtərəm qardaşlar İmam Buxari və Müslim rivayət edib. Əbu Hureyra radıyallahu anhudan buyurur, bir ərabi, bir bədəvi, bir kəndçi Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir, deyir ki, ya Rasulullah, məni elə bir əmələ yönəlt ki, mən onu etməyimlə cənnətə daxil olum. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, tək Allaha ibadət et, ona heç bir şey şərik qoşma, namazını qıl, fərz olunan namazlarını qıl və fərz olunan zəkatını çıxart və Ramazan ayının orucunu tut. Və sahabə, bu bədəvi, bu kəndçi gəlib Peyğəmbər sallallahu belə deyir. Deyir, səni haqla göndərən Allaha and olsun ki, sən bu dediklərini nə artırmayacam üstünə nəsə, nə də dediklərini azaltmayacam. Yəni, sən mənə bu şeylər nəyi söylədinsə, mən ölənə kimi bunları əməl edəcəm. Və bu kişi getdikdən sonra Peyğəmbər s.ə.v buyurur ki, kim bu dünyada cənnətlə müjdələnmiş, cənnət əhlindən bir kişiyə baxmaq istəyirsə, o gedən kişiyə baxsın. Çünki Peyğəmbər s.ə.v vəd verir. Görün, möhtərəm qardaş, nəyə vəd verir? Tək Allaha ibadət edəcək, ona heç bir şey şərik qoşmayacaq və namazını qılacaq, vacib fərz namazlarını və fərz zəkatını verəcək və Ramazan ayının orucunu tutacaq və bununla cənnətə girəcək. Ona görə müşriklərin cənnətdə yeri yoxdur. Müşriklərin cənnətdə yeri yoxdur, möhtərəm qardaşlar. Allahı tərk eləyib qəbirlərə, daşlara, bütlərə, dəmirlərə və başqa məxluqlara ibadət edənlərin cənnətdə yeri yoxdur. Heç vaxt. Allah-u Teala insanları yaradıb ki, tək ona ibadət etsinlər. Tək ona səcdə etsinlər. Allah-u Teala buyurur, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yarattım ki, məni ibadətdə təkləsinlər. Tək mənə ibadət etsinlər. Allah Teala insanları və cinləri yaratmayıb ki, gedib qəbirlərə ibadət etsinlər. Gedib ağaclara ibadət etsinlər. Gedib ölmüş bir insandan şəfa, xeyir və s. kimi şeylər istəsinlər və yaxud ibadətin hər hansı bir növünü ölüb getmiş insanlara sərf eləsinlər. Xeyr, möhtərəm qardaşlar. Peyğəmbərlər bundan çəkindirmək üçün gəlib. İnsanları şirkdən, küfürdən uzaqlaşdırmaq üçün gəlib. Peyğəmbərlər gəlməyib ki, onlara inananlar tağutlar hesab olunsun. Peyğəmbərlər gəlməyib ki, kimlər Allaha inanırsa, övliya olursa, onlara ibadət olunsun. Xeyr, bütün övliyalar, bütün alimlər, bütün elm əhli, bütün Peyğəmbər s.ə.v yolu ilə gedənlər, bunların hamısı Allahdan qeyri ibadət olunan hər şeydən çəkindiriblər. Möhtərəm qardaşlar, öncə sizlərə xatırlatdığım bu hədislərin hamısı eyni mənada olan hədislər idi. Bunların hamısı İslamın rukunları olan namaz, oruç, zəkat kimi ibadətlərin əhəmiyyətini və önəmli bizlərə açıqlamaqdaydı. Və həmçinin əziz və möhtərəm möminlər, İmam-ı Tirmizinin rivayət etdiyi hədisdə gəlir. Əbi Umamə radıyallahu anhu deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yaxtubu fi həccətil vədə. Yəqul, Əyyuhən nəs, ittəqullah və sallu xamsəkum və sumu şəhrakum və əddu zəkətə əmvalikum və ati'u zə əmrikum tədxulul cənnətə rabbikum. Görün, möhtərəm qardaşlar, bu hədisdə vəda haccında Peyğəmbər s.ə.v bu hədisi deyir. İmam-ı Tirmizi rivayət eləyir Əbu Umamədən bu hədisi. Həccətil vədə Peyğəmbər s.ə.v etdiyi həcc. Hansı ki, Peyğəmbər s.ə.v o həcdən qaydandan sonra bir az müddət yaşayır, bir neçə ay yaşayır, möhtərəm qardaşlar. Yəni, Peyğəmbər s.ə.v bu da ümmətinə son vəsiyyətlərdən olur. Həcc ərafasında bütün həccə gedən insanların qarşısında Peyğəmbər s.ə.v bunu söylüyor. Deyir, ey insanlar, Allahdan qorxun. Ey insanlar, Allahdan qorxun. İmam Əhmədin rivayət etdiyi hədisdə gəlir, ey insanlar, tək Allaha ibadət edin. Təbii ki, möhtərəm qardaşlar, hər ikisi də eyni mənadadır. Allahdan qorxun deyəndə də o mənaya gəlir ki, tək Allaha ibadət et və həmçinin, necə ki, İmam Əhmədin rivayət etdiyi hədisin ləhzində gəlir ki, ey insanlar,
Rəbbinizə ibadət edin. Rəbbinizi qoyub da daşa, torpağa sürtünməyin. Onlardan xeyir, bərəkət ummayın. Peyğəmbər s.ə.v möhtərəm qardaşlar vəda haccında buyurur. Ey insanlar, Allahdan qorxun və üzərinizə vacib olunan 5 namazları qılın və sizə vacib olunan Ramazan ayının orucunu tutun, malınızın zəkatını verin, üzərinizə təyin olunan əmrlərə itaət edin və bunun etməklə Rəbbinizin cənnətinə daxil olun. Baxın, bu hədisdə möhtərəm qardaşlar, əmrə itaət etmək artdı. Əmrə itaət etmək, müsəlman əmrə, müsəlmanların üzrə təyin olunan rəhbər, müsəlmanların üzrə təyin olunan aralarında seçilmiş əmrə itaət etmək vacibdir. Peyğəmbər sallallahu əleyhi və səlləm səhih bir hədisdə buyurur: "Mən ata'al əmir faqad ata'ani və mən ata'ani faqad ata'allah." Kim əmrə itaət eləyərsə, mənə itaət etmiş kimi olar. Kim mənə itaət edərsə, Allaha itaət etmiş kimi olar. Və bu hədisin ikinci fəqrəsində, ikinci cümləsində gəlir: kim əmrə qarşı çıxarsa, mənə qarşı çıxmış olar. Kim mənə qarşı çıxmış olarsa, Allaha qarşı çıxmış olar. Bunların hamısı möhtərəm qardaşlar, insanı cənnətə salan əməllərdəndir. Ona görə, əziz və möhtərəm möminlər, bu keçənlərə çoxlu diqqət etməliyik və nəzər salmalıyıq. Qəti şəkildə möhtərəm qardaşlar, bunlarda səhlənkarlıq etməməliyik. Dediyim kimi, möhtərəm qardaşlar, həqiqətən mövzu geniş mövzudur, lakin vaxtın qısa olduğuna görə biz bunların hamısını qısa və daha konkret şəkildə danışmağa çalışacağıq. Əzənə nə qədər var? Az qalır, yaxşı. Və bu keçən əməllər, möhtərəm qardaşlar, bizlərə bəyan olundu ki, bunlar hamısı insanı cənnətə daxil edən əməllərdir. Və bunların əksi olacaq, bunların əksi isə insanı cəhənnəmə daxil edən əməllərdir. Yəni, namaz qılmamaq, oruç tutmamaq, zəkat verməmək və əmrə itaət etməmək, bunların hamısı insanı cəhənnəmə daxil edən əməllərdir. Başqa bir hədisdə möhtərəm qardaşlar gəlir, Amr ibn Murra Əl-Cuhani radiyallahu anh deyir ki, bir kişi gəlir, Peyğəmbər s.ə.v yanına deyir ki, ya Rasulallah, mən la iləhə illallah dedim və şəhadət etdim ki, sən də Allahın Rasulusan və 5 vaxt namazı qıldın və malıyım zəkatını verdim və Ramazan ayının orucunu tutdum. Və Peyğəmbər s.ə.v ona deyir ki, kim bunun üzərinə ölərsə, o qiyamət günü peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə bərabər olar, əgər valideynlərinə qarşı çıxmamış olarsa. Görün, möhtərəm qardaşlar, bəzi əməllər var, insanın cənnətə girməyini mane olur, baxmayaraq ki, başqalarını edirsən. Deməli, bir insan namaz, kəlmə şəhadəti deyərsə, namaz qılarsa, oruç tutarsa, zəkat verərsə, amma valideynlərinə qarşı üzü ağ olarsa, yəni onlara zülm edərsə və valideynlərin haqqını yerinə yetməzsə, onun bu əməli ona yenə mane olar cənnətə girməyinə. Aydın qardaşlar, ona görə diqqətli olmaq lazımdır. Hədisləri oxuyanda geniş şəkildə oxumaq lazımdır. Bəzilərini götürüb, bəzilərini rədd eləməmək. Ona görə Əhlüsünnə vəl Cəmaə bir məsələdə hökmü bilmək üçün o barədə olan bütün hədisləri imkan daxilində toplayıb, onun şərhlərinə nəzər etməyə çalışırlar ki, hətta məsələdə xata, məsələdə xələl olmasın. Qaydırıq, möhtərəm qardaşlar, hədisdən qalan hissəyə. Bundan öncə yenə bildirmək istəyirəm ki, möhtərəm qardaşlar, əməllər çoxdur, hansı ki, Peyğəmbər s.ə.v onunla insanların cənnətə girdiyini bəyan edib və yaxud onu tərk eləməklə cəhənnəmə girdi. Bu hədislərdən məsələ, Peyğəmbər s.ə.v buyurur, səhih hədisdə, Buxarədə, Müslimdə və İmam Əhmədin Musnad kitabında gələn hədisdə, Peyğəmbər s.ə.v buyurur, lə yədxulul cənnətə qati, cənnətə girməyəcək qobut insanlar, qohum əqraba ilə əlaqəni səbəbsiz yerə kəsən insanlar,
Başqa bir hədisdə gəlir möhtərəm qardaşlar, kim ömrünün uzanmağını istəyirsə, qohum əqraba iplərini möhkəmləndirsin. Bu, təbii ki, bu mövzular sadəcə bayaq dediyim əməllər məsələsindən irtibatı var. Amma mövzunun əslindən biraz uzaqdır. Ona görə qayıdırıq möhtərəm qardaşlar mövzunun özünə. Sahabə gəlir, Peyğəmbər s.ə.v soruşur, ya Rasulallah, fərz olunan namazları qılsam, Ramazan orucunu tutsam, halalı halal, haramı haram etsəm, mən bunun üzərinə heç bir şeyi artırmasam, bunun üzərində ölsəm, mən cənnətə girərəmmi? Peyğəmbər s.ə.v ona cavab verir ki, bəli, girərsən. İkincinə gəlir, möhtərəm qardaşlar, namaz qılmaq, oruç tutmaq. Bu hədisdə o gəlir ki, bu hədistin faydalarından biri odur ki, namaz qılmaq da möhtərəm qardaşlar nədir? Cənnətə insanı salan əməllərdən biridir. Peyğəmbər s.ə.v buyurur, mən sama Ramadana imanən və ihtisabənğufirə ləhu mə təqaddəmə min zənbi. Buxarıda, Müslimdə gələn hədisdə. Kim Ramazan ayını imanla, yəni Ramazan ayının orucunun vacibliyinə inanaraq və orucun savabını ahirətdə Allahdan almağına inanaraq oruç tutarsa, Allah da onun keçmiş günahlarının hamısını bağışlayar. Bu da qəsd olunan möhtərəm qardaşlar Ramazan ayının orucudur. Başqa oruclar qəsd olunmur. Çünki başqa oruclar nafilə oruclar hesab olunur. Burada üçüncü fəqrə gəlir, əgər halalı halal etsəm, haramı haram etsəm. Bu nə deməkdir möhtərəm qardaşlar? Təbii ki, halalı halal etmək, haramı haram etmək bütün müsəlmanların borcudur. Kim Allahın haram etdiyini halal görərsə, o insana qorxulur ki, İslamdan çıxsın. Kim Allahın halal etdiyini haram görərsə, qorxulur ki, bu insan böyük günahlar eləsin. Ona görə möhtərəm qardaşlar, təbii ki, Allahın haram etdikləri haram olacaq, halal etdikləri halal olacaq. Hədisdə mənası odur ki, möhtərəm qardaşlar, əgər deyir, mən bir şeyin haram olduğunu bilib, onu tərk eləyərəmsə, etməzəmsə, bir şey halal gördükdə onu əməl edərəmsə, bu mənaya gəlir, möhtərəm qardaşlar. Ona görə vacibdir, kim nəyi haram bilirsə, ondan çəkinsin. Ki, hətta bu müjdənin altına girsin. Çünki tək haram görməyin kifayət deyil. Ola bilsin ki, biri oğurluq görməyir, haram olduğunu bilə, bu bilmək kifayət deyil. Eyni zamanda çəkinməlidir də. Deməli, hədisin mənası budur ki, kim bir şeyin haram olduğunu bilib ondan çəkinərsə və kim bir şeyin halal olduğunu bilib onu edərsə, bu o insan cənnətə girər. Deməli, möhtərəm qardaşlar, onu bilməmiz lazımdır mütləq, halal Allahın halal etdiyi şeylərdir. Allahın Peyğəmbərinin halal etdiyi şeylər. Haram Allahın haram etdiyi şeylərdir. Haram Allahın Peyğəmbərinin sallallahu aleyhi və səlləmin haram etdiyi şeylərdir. Kimsə bu İslam dinində nəyisə haram edə bilməz, nə də kimsə nəyisə halal edə bilməz. Ona görə bir şeyin hökmünü bilməmiz üçün halaldımı, haramdımı mütləq və mütləq dinimizə qayıtmaq lazımdır. Allahın kitabına və Peyğəmbər s.ə.v sünnətinə qayıtmaq lazımdır. Əgər qayıtmasaq, onda o zaman bu məsələləri qarışdıracaq. Ola bilsin halala haram deyək, ola bilsin harama halal deyək. Və bununla da problemlərə düşək. Bununla da bəlalarla qarşılaşaq. Və bununla da bu əməl sahibinə vəd olunan cənnəti neynəyək? İtirək. Və yaxud da əvvəldə girənlərlə girməyimizə mane ola. Ona görə möhtərəm qardaşlar, burada bu hədisin faydalarından biri də odur ki, müsəlman dinini öyrənməlidir mütləq, hətta halalı bilsin, onu etsin və hətta haramı bilsin, ondan çəkinsin. Çünki sən öyrənməsən, nə biləcəksən nə halaldır, nə biləcəksən nə də haramdır. Deməli, möhtərəm qardaşlar, burada bir dənə müşkül məsələ qalır. Onu açıqlamaq istəyirəm. Çünki ola bilər ki, kimlərinsə ağlına gələ bu şübhə. Lakin bu şübhə deyil. Sadəcə buna bir balaca izahat vermək lazımdır ki, yəni ki, ortada şək şübhə qalmasın. Bu hədisdə bildiyiniz kimi zəkat gəlmir, nə də həc gəlmir. Və bu nətər ola bilər ki, bir insan kəlmə şəhadətdən sonra əgər namaz qılarsa, oruç tutarsa,
halalı haramı haram görüb ondan çəkinərsə, halalı halal görüb onu edərsə, bununla insan cənnətə girər. Təbii ki, Peyğəmbər s.ə.v-in sözü ilə, Peyğəmbər s.ə.v-in təsdiqləməsi ilə. Və soruşur ki, bəs niyə burada zəkat gəlmir, burada niyə, bu hədisdə niyə? Çünki Peyğəmbər s.ə.v deyir ki, bunun üzərinə heç nəyi artırmayacağım. Yəni, nə bundan əlavə heç nə etməyəcəm, nə də bu dediklərimdən nəyisə azaltmayacağım. Yəni, sadəcə və sadəcə bunları edəcəm və onunla Peyğəmbər s.ə.v razılaşır ki, bu əməl səni cənnətə salacaq. Burada zəkat gəlmir, burada həcə getmək gəlmir. Elm əhli bunu belə izah edir. Mümkündür hədisi başa düşmək ki, bu hədis İslamın əvvəlində rivayət olunsun, o zaman həc vacib olmamış olsun. Çünki həc bilirsiniz, nə zaman vacib olub? Hicrətin 9-cu və yaxud 10-cu ilində. Peyğəmbər s.ə.v 10-cu ildə vəfat eləyir. Yəni, ölümündən 1 il və yaxud 2 il, Peyğəmbər s.ə.v ölümündən 1 il və yaxud 2 il qabaq Ramazanın orucu vacib olub. Deməli, bu hədis deyilər, ehtimal var ki, oruc vacib olmazdan qabaq rivayət olunub. Ona görə bu hədisdə yoxdur oruç tutmaq. Ona görə bu hədisdə yoxdur həcə getmək. Mən bayaq xata elədim, oruc dedim deyəsən həcin yerinə. Həcə getmək. Lakin zəkat məsələsinə gəldikdə, zəkat orucdan qabaq vacib olub. Nə üçün bu hədisdə gəlməyib? Zəkat orucdan qabaq vacib olub. Ona görə elm əhli burada belə izahat verir ki, deyir, Peyğəmbər s.ə.v-lə gəlir bu sahabə soruşur və Peyğəmbər s.ə.v o sahabənin halını bilir. Və bilir ki, bu sahabədə mal yoxdur, hətta zəkat versin deyə. Fağır sahabələrdən olur. Ona görə onu demir. Çünki o sahabə özü deyir ki, mən bunu etsəm, malı olmadığına görə zəkatı zikr eləmir sahabə. Ona görə Peyğəmbər s.ə.v də bilir ki, onun malı yoxdur. Ona görə ona zəkat vacib deyil. Və eyni zamanda əgər onun sabah birisi gün malı olsa, zəkatını çıxardacaq. Bunu Peyğəmbər s.ə.v bilərək, ona görə burada zəkat anılmır. Bununla bu problem, bu işgəl ortadan qalxılmış olur. Elhamdülillah Rabbil Alemin. Dinimiz açıq aydındır. Dinimizdə heç bir toxuşma və ziddiyyət yoxdur. Bax, keçən hədislərdə, sizlərə zikr etdiyim hədislərdə, bu hədislərin nə idi, möhtərəm qardaşlar? Bu hədislərin şərhidir. Hədislər bir-birlərini dəstəkləyir və bir-birlərini açıqlama verir. Ona görə burada elhamdülillah heç bir şək, şübhə qalmır. Həqiqətən, əziz qardaşlarım, bu hədisin faydalarından biri də odur ki, sahabələrin fəziləti. Niyə? Çünki baxın, sahabələr nəyi düşünür? Gəlir demir, ya Rasulallah, əgər mən namaz qılsam, oruç tutsam, mənə mal pul gələcəkmi? Mən varlanacaqmı? Bunu demirlər. Bir dənə hədisdə bunu tapa bilməzsən. Gəl deyir ki, ya Rasulallah, mən bunları etsəm, mən cənnətə girəcəmmi? Bu nəyi göstərir? Sahabələrin möhtərəm qardaşı fikri, arzusu, diləyi cənnətə girməkdir. Onu düşünürlərdi sadəcə. Cənnət nədir möhtərəm qardaşlar? Hədis-i Qudsidə gəlir, İmam Buxarıda, Müslimdə, İmam Buxarının Müslim rivayət etdiyi Hədis-i Qudsidə gəlir, Allah-u Teala buyurur. Allah-u Teala deyir ki, mən salih qullarım üçün cənnətdə gözlərin görmədiyi, qulaqların eşitmədiyi və qəlblərin dərk edə bilmədiyi nemətlər hazırlamışam. Cənnət əhli o nemətlər gözləyir. Cənnət nemət diyarı deməkdir, möhtərəm qardaşlar. Nemətlər diyarı. Budur, ona görə sahabələr bunun üçün tələsiblər. Ona görə sahabələrin əsas qəmi, qüssəsi cənnət olub. Dəhşət olublar, möhtərəm qardaşlar. Peyğəmbər s.ə.v döyüşlərin birində şəhidlərin fəzilətindən danışır. Allah-u Teala onlar üçün vəd etdiyi cənnətdən danışır. Sahabən bir əlində xurma yeyir. Deyir, Allaha and olsun ki, cənnət nemətlərinin qarşısında bu xurma çoxdur. Yəni, bu xurmayı mən yesəm, bu çox vaxt itirmiş oluram. Qarşımda cənnət var. Xurmaları atıb gedir şəhid olur. Onların qayəsi bu idi. Bu dünyada kişi kimi yaşasınlar, müsəlman olaraq yaşasınlar və bu dünyadan salih əməllər üzrə, tövhid üzrə köçsünlər. Allahın qatında üzləri ağ olsun. Allahın razılığını, rəhmətini qazanmış olsunlar.
və Allahın möminlərindən olsunlar və Allahın möminlər üçün vəd etdiyi cənnətə girsinlər. Allah Taala'dan diləyirəm ki, bizləri onların yolu ilə gedənlərdən etsin. Allah Taala'dan diləyirəm ki, möhtərəm qardaşlar, bizlərə yardım etsin namazlarımızı yetəri şəkildə qorumağa. Allah Taala'dan diləyirəm ki, bizləri namaz və zikir və oruc əhlindən etsin. Allah Taala'dan diləyirəm ki, bizləri Peyğəmbər s.ə.v cənnətdə peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə cəm etsin. Allah Taala'dan diləyirəm ki, bizlərə bilmədiklərimizi öyrətsin və bildiklərimizə əməl etməyi nəsib eləsin. Və sallallahu və səlləm alə nəbiyinə Muhammed və alə alihi və sahbihi əcməin.